Babam. Mən fikir vermişəm. Mən babamı sizdən yaxşı eləyirəm. Bəlkə dördüncü adam kimi ansamblınızda verilişdən sonra qoşasız tədbirlərə gedir. Orada elə, hə? Yerimi göstərdi. Nə olar, sən verilişdən sonra gəlməyəsən. Ən böyük uğuru 14-cü mərtəbəyə 6 kilo kartoşka ilə piyada qalxan. Presi arzularından böyük olan. Qaqa, neçə ay məşq eləsəm sənin kimi olaram sualına heç vaxt cavab verməyən. Biraz paxıllıqdandır bəlkə də. Qolunun gücünə güvənib, qonşularına bazarlıq daşıyan, Bacanqlar serialının sevilən aktyoru, əzizimiz, dostumuz, Azərbaycan çempionu Şükran Sultanov. Hoş gəlmişsən Şükran. Hoş gördük, Elmətli. Bir dənə baxın boy fərqimiz, kamera bir... Yəni, biraz kompleksə Yox, biraz böyümüsən maşallah. Çox sağ ol, yaxşı edir. Mən sənin verilişə əli boş gəlməmişəm, biləm olsa. Bəli. Özün də əli boş qəbul eləmərsən bizə, belə gülməyə, yola verməyə baxma. Yox. Belə bir hədiyyə gətirmişəm sənə. Deməli, qardaş, Hə. yəni bu elə belə bilməyəsən. Sən bunu tutursan, çox sevindin deyəsən. Hə, çox sevindim. Bunu əlində tutub sıxırsan. Əgər verilişin axıra kimi sıxsan, qardaş, maşınımın açarı, Bentley'nin açarını sənə verəcəm. Bax da gör. Bunu verilişin axırına kimi sıxıb. Bəşək, get oradan mənsə. Mən bunu verilişin axırına kimi sıxıb saxlasam, o Bentley'nin açarı versən, yoxsa maşın qarışıq verirsən? Belə maşın qarışıq, maşın da həyətdədir, verim, dözüm bilsən. Bunu belə sıxıram, verilişin axırına kimi. Verilişin axırına kimi. Bəli, əziz tamaşaçılar, bu günlük verilişimiz bu qədər. Verilişimiz bitdi. Gələn şənbə bizi izləməyi unutmayın. Açar bəri. Bir dəqiqə sən. Veriliş mənim deyil, bu veriliş belə elədim. Bu veriliş köhnə verilişdən süjetlər verirsin. Sən biraz onun məşqini elə, mənim sənə özümün də xüsusi bir hədiyyəm var. Bu Elvin Paşa gətirsin hədiyyəni. Oradan hədiyyəm var. Bu qalsın məndə. O səndə qalsın. Bu hədiyyə həqiqətən xüsusi hədiyyədir. Yəni bu, sən Özbəkistandan mənim dostlarım çoxdur. Oradan bu hədiyyəni mən gətirmişəm. Azərbaycanda demək olar ki, səndədir. Nədir bu? Oğlan var, qızıl olur. Yəni sənə hədiyyət yoxdur. Oğlan var, qızıllı su içir. Qızıl sudur, qızıldan. Qızıldandır. Nə olar, sərif bizə qızıl oğlan var. Amma səndən çox xahiş edirəm. Qızıl. Bir-iki aydan sonra yığıb yoxlayacaq, bir sepsat düzəltdirib eləyərsən. Yoxsa bunu gözləyəcəm, tam çöksün, o qızılını satacam, suyunu sağ yollayacam. Mən elə su içən deyiləm. Suyun biraz da dəyərə gəldi, mənim qardaşım. Hə, təşəkkür edirəm. Burası da qızıldandır. Bilmirəm. Yəqin ki, burada... Deməli, əziz tamaşaçılar, qızıl su satıram, kimin ürəyi istəyirsə yaxınlaşa bilər. Təşəkkür edirəm, payın çox olsun, minnətlərim.